İranda gedən proseslərin içərisində Pezeşkiyan yeni xəttin nümayəndəsidir. Qalibov yeni xəttin köhnə xəttin arasında dayanan bir adamdır. Çünki özünün o kökündən hansı şineldən çıxıbdır, onu unutmur da, onu qoymurlar unutmaq. Özü də bağlıdır orada. Baxmayaraq ki, onu uzun müddət İranda yenilikçi kimi tanıyırdılar, qərbçi kimi tanıyırdılar. Baxmayaraq ki, dini sistemin içərisində idi. Qərb meyilli geyiminə görə, danışığına görə, hərəkətlərinə görə, yeyiminə görə, yeməyinə görə, istirahətinə görə, hər şeyinə görə qərbə biraz meyilli adamıdır. O elə bir. Ona görə də bu ortaq var. Bir də var Sepah. Deməli, onlar sərt köhnə rejimin saxlanmasında. SDR-də o GKÇP deyək, GKÇP orada da asan getmək prosesdir. İndi biz 30 ildən sonra baxırıq o dövrə deyirik ki, belə də olmalı idi də. Amma o vaxt heç kəs onu bilmirdi ki, o necə olacaqdır, kim üstün gələcəkdir. Yəni, təxminən bu keç dövründə müxtəlif qüvvələrin ortaya olması təbiidir, ortada olması təbiidir. Hansı qalib gələcəkdir? Daxildə sosial bazası olan, mən hesab edirəm ki, Pezeşkiyan xəttinin kifayət qədər daxildə sosial bazası var və birinci növbədə bu sosial baza Azərbaycan türklərindən, digər türklərdən ibarətdir. Farsların da müəyyən bir hissəsi dəyişiklik istəyəndə nə qədər bu məntiqsiz vəziyyətdə şəraitdə yaşamaq olar. Mən İrana gedib gəlirdim də, onlar nə şikayət edir? Deyirlər ki, məzuniyyətimiz gəlir, məzuniyyətimizi harada keçirə bilmirik biz. Avropa üzümüzə bağlı. Çünki aqressiv mövqedəyirlər də həmin dövrdə. Heç bir Avropa ölkəsi, hətta Azərbaycandan tutaq kimsə Avropaya gedirdi. Məsəl üçün, mən onunla rastlaşmışam. İrana tutaq ki, gedib gəldim, mənim pasportuma İran ştampı vurulurdu. Gəlib burada mən Almaniyaya getmək istəyirdim. Deyirlər ki, get pasportunu dəyiş gəl. Avropada çəkinirlər. İran zad var burada. Yəni, onlar şikayətlərində ki, biz hara gedək istirahət eləməyə? Nə Asiyada bizi qəbul eləmir, nə Avropada, nə Amerikada. Bir dənə gedib gəldiyimiz yer deyirlər, Ermənistandır. Bir də Azərbaycandır. Vəssalam. Başqa yerdə bizim yerimiz yoxdur. Biz hara gedək dincələ istirahətimiz edək. Yəni, bax, bu cəmiyyət 40 ildir, 40 ildən çoxdur ki, bu vəziyyətdə yaşayır və hamı da narazıdır. Fars olsun, başqası olsun. O vəziyyətin dəyişməyə. Ona görə mən deyirəm ki, Pezeşkiyanın sosial bazası kifayət qədərdir İranda. Eyni zamanda hələ hiss olunmur, açıq şəkildə ola bilər ki, gedirlər. Yəni, Amerika qərb tərəfindən də Pezeşkiyanın dəstəyi kifayət qədər. Yəni, Qalibova təbiidir ki, müəyyən dəstək var, baxırlar onlarda. Amma Sepah dəstək ola bilməz təbiidir ki. Ona görə də baxacaqlar ki, orada kimin daha çox gücü varsa, kim daha çox mütəşəkkildirsə, o prosesi onlar dəstəkləyəcəklər. Böyük ehtimalla Pezeşkiyan, çünki burada Türkiyə və Azərbaycan amili də var. Pezeşkiyan Türkiyə ilə Azərbaycandan bağlıdır. Qərb də bunu görür, Amerikada görür. Ona görə də Amerikanın Ankaradakı mesajları Türkiyənin prezidenti nə bilə təsadüfi bir şey deyildi. Ay söhbət gəldi ki, NATO-nu tapşıracaq da artıq Türkiyə mümkün deyil. Türkiyənin rolu yaxın şərqdə, indiyənə qədər yaxın şərqdə siyasətini İsraillə tək başına uzlaşdırırdı Amerika. İndi başa düşür ki, İsrailin o imkanları tükənibdir, özünü yaxşı da aparmır. Burada əlavə bir tərəfdaş olmalıdır. Bu da Türkiyədən yaxşısı ola bilməz. Yəni, bax, bu qarşılıqlı maraqlar içərisində F-35-dir, sanksiyaların ləğv olunmasıdır, başqa məsələlərdir. İndi dünən bu mətbuat yazırdı ki, Amerikanın bir tələbi var ki, o S-400 almışsan Rusiyadan, deyirsən, saxlayıram özümdə, istifadə eləməyəcəm, onu ölkədən çıxart, gözümüz görməsin onu ki, səndə o var. Bir də istifadə eləmə fikrinə düşərsən. Deyəsən, satıbdır Türkiyəmin S-400-ləri. Harasa kiməsə satır, ərəbləri satırlar. Bir məlumat var, ərəb ölkə.